Son günlər vətəndaşlar kommunal ödənişlər zamanı yaşadıkları problemlərlə bağlı şikayət edirlər. Vətəndaşlar onu da iddia edirlər ki, kommunal ödənişlər zamanı onlardan əlavə pul çıxılır. Kommunal xidmətlərdən istifadə edərkən artıq pul çıxıldığına şahid olmusunuz? Minlərcə, yüzlərcə. Bir il yarımdan çoxdur. Qaza pul vururuq. 5 manat vururuq, manat yarım pul qalır qazda. Da canımız çıxıb pul ödəməkdən. Zəng eləyirik də ora, qaz idarəsində. Tarif şurası eləyir, bizik deyir. İşıq həmçinin elə. İnanırsınız ki, daha yıxılıbsa biz heç nəyə pul çatdıra. Hər şey cəhənnəm qazla, işıq, su bizi öldürür. Azərqazda da, işıqda da. İşıqda təzəliklə başlayıblar. Yoxsa məsələn 3 manat işıq vururduq biz, 2 nəfər də işləyirik, səhər çıxır axşam. Bir hardasa 15 gün, 20 gün görür bizi. Amma İsrağa gün 3 manat pul vurmuşuq, 1 manat 20 qəpik çıxıb işıq qalıb, pul qalıb. Qalanı çıxıblar, ancaq bilmirəm nəyə çıxırlar.